Verilişin baş sponsoru Hacı Ceylon Çayları. Həyat ahəngdir, həyat səsdir, həyat ruhdur, həyat musiqidir, həyat sözdür və həyat döyüntüdür, həyat ürəkdir. Əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər, bugün biz həyatın ritmi ilə, musiqinin ahəngi ilə, Xəzərin ruhu ilə sizinlə görüşə gəldik və bugün biz Xəzərin sahilində çox gözəl bir ruhun ahəngindəyik. Çünki bu müəllim ruhudur, bu ziyalı ruhudur və bu bir insan yetişdirmək missiyasıdır. Hər vaxtınız xeyirli uğurlu olsun əzizlərimiz. Bugün Xəzərin sahilində dəyərli bir insan, İqtisadiyyat üzrə fəlsəfə doktoru, doçent və Mingəçevir Dövlət Universitetinin rektoru Anar müəllim Eminovdur. Və Anar müəllimi burada görmək, Anar müəllimi Mingəçevirdən bura dəvət etmək və Anar müəllimlə həmsöhbət olmaq düşünürəm ki, bax bu məqamda həm də insan gəncliklə, orta nəsil gəncliklə müəyyən bir dövrün arasında bir körpüyə rəvac olacaq. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətiniz üçün. Minnətdaram sizə. Əslində Mingəçevirdən bura gəlmək, sizinlə bərabər olmaq doğrudan da sevindirici haldır. Çünki bu günləri, o hissləri yaşamaq Xəzərin sahilində bizlər üçün də böyük bir mutluluq verir. Anar bəy, bildiyim qədərilə Ağsu doğumlusunuz və Azərbaycanımızın bütün bölgələri gözəldir. Amma bir Xəzər sahilində böyümək deyə bir ruh da var. Bu insanı formalaşdıran, insanı müəyyən bir məqama gələndən sonra onun xatirələrinin əzizinə çevrilməsinə səbəb olan bir səbəbdir. Biz Xəzərin sahilindəyik və Xəzər ruhu və təbiət ahəngi, həm də siz iqtisadçı olaraq buna bir qiymət verəcəksiniz, amma yenə də bax Xəzərin sahilində gəzdiniz, Xəzərin sahilinə baxdınız, onun ətrini, ciyərlərinizi çəkdiniz, müsafirmişsiniz. Bax bu əhval-ruhiyyənin fonunda istəyirəm ki, artıq keçid olaraq biz söhbətimizə başlayaq. Əslində Xəzər mənim üçün yad deyil. Bildirmək istəyirəm ki, mən özüm Sumqayıt şəhərində boya başa çatmışam və Xəzərin sahilində yerləşir Sumqayıt da bildiyiniz kimi. Xəzər mənim üçün hər şeydir. Mən Xəzəri iqtisadi baxımdan baxsaq, ölkəmizin zənginləşmə mənbəyi kimi, güc mənbəyi kimi görürəm. Amma özümüzün də yorğunluq halımızda, istər universitetə hazırlaşanda, istər universitetdə oxuyanda, istər məktəbdə oxuyanda həmişə istirahətimizi, rahatlığımızı Xəzərlə bağlı. Ona görə bu hisslər mənim üçün indi təkrar yaşanır və sizə təşəkkür edirəm ki, bu hissləri yaşamaqda bizə dəstək verirsiniz. Və biz həm də bir Kürün ruhunu gətirmişik, Xəzərin ruhuna qatmışıq və bax bu ahəngdə bir müəllim missiyasını həyata keçirən bir insanla söhbət etmək əlbəttə ki, xoşdur. Müəllimlik şam pərvanə kimidir, müəllimlik bir həyat tərzidir, müəllimlik bir müqəddəs missiyadır. Bilirsiniz, bu təkcə peşə deyil və üstəgəl müəllim olub həm də rəhbər olmaq, həm insanı yetişdirmək, həm insana məktəb olaraq, həyat məktəb olaraq dərs demək. Bax, bütün bunların hər biri o qədər vacib, əhəmiyyətli bir məqamdır ki, və bu missiyanı həyata keçirirsiniz və öncəliklə uğurlar diləyirəm mən sizə. Çox sağ olun. Və daha sonra istərdim ki, tamaşaçılarımız da sizi daha yaxından tanısınlar. Bildiyim qədərilə siz magistr təhsilini Türkiyədə almışsınız, sonra araşdıranda sizin London təhsilinizi gördüm və innovativ bir neçə təkliflərinizlə tanış oldum. Yəni, bax, bütün bunların hər birinə sizin dilinizdən eşitmək istəyirik. Mən Sumqayıtda qeyd etdiyim kimi yaşamışam uzun müddət. Orada Sumqayıtda hər kəs Minarə müəllimənin məktəbi kimi tanınmış. Çox, Allah ona rəhmət eləsin, böyük bir ziyalımız idi. Texniki Təbiət Elmləri Liseyinin məzunuyam. Ondan sonra həyat elə gətirdi ki, İqtisad Universitetini bitirdikdən sonra dövlət xətti ilə mən ilk təhsilimi Ege Universitetində aldım. Sonra 9 Eylül Universitetində magistratura təhsilimi aldım.
Ona görə həm Türkiyə mənim üçün doğmadır. Türkiyə hər zaman ən çətin anlarımda, ən çətin vaxtlarda bizə dəstək olmuşdur. İstər mənəvi baxımdan, istər tələbənin ən çox əziyyət çəkdiyi maddi baxımından. Ona görə də mən hesab edirəm ki, əslində mən bugün rektor olaraq bura gəlməmişəm. Açığı deyək, müəllim olaraq gəlmişəm. Çünki mən rektorluğa saat hesabı müəllimliklə başlamışam. Saat hesabı müəllim kimi Qərb Universitetində çalışmağa başlamışam. Sonra Turizm Menecment Universitetində müəllim kimi fəaliyyətimi davam elətdirmişəm. Bax belə, ondan sonra kafedra müdürü, prorektor, bax belə qalxmışam o anlara, hər birinə. Və mənə bu dəstəyi verən, mənə təhsilimdə böyük bir dəstəyi verən əlbəttə ki, milli liderimizin 2000-ci ildə mənimlə görüşü olub. Və ümumiyyətlə tək mənimlə yox, o vaxt olimpiyada, riyaziyyat olimpiyadasının qalibi olmuşam, həmin vaxtda görüşdündə. O dövlət xətti ilə getməyimizdə, xüsusi təqaüd almamızda bizə böyük bir dəstək verib. 23 nəfər tələbə dövlət xətti ilə Türkiyə təhsil almağa yönəlmişik. Məhz bunun üçün mən rektor təyin olunandan sonra çalışdım ki, Mingəçevir şəhərində 35 il universitetin yaranmağına baxmayaraq, burada dövlət xətti ilə istər tələbələrin təhsil imkanları biraz açılmamışdı. Beynəlxalq əlaqələri inkişaf elətdirmək üçün öz oxuduğum universitetdən başladım. İlk səfərimi 9 Eylül Universitetində səfərdə oldum. Onun rektoru böyük bir dəstək verdi. Hal-hazırda Mingəçevir Dövlət Universitetinin 10 tələbəsi dövlət hesabına orada təhsil alır, təhsillərini davam elətdirirlər və ən sevindirici haldır ki, bu il rekord sayda Mingəçevir Dövlət Universiteti 68 müəllim və tələbəsi öz təhsillərini davam elətdirmək üçün bütün xərclər həm Türkiyə tərəfi, həm universitetdə qarşılanılır. Öz təhsillərini gələn il Türkiyədə davam elətdirəcəklər 5 semestrlik. Ümumiyyətlə, Anar müəllim, universitetlər, təhsil ocaqları, belə deyək, təhsil ocaqları, universitetlər gələcəyin səssiz laboratoriyasıdır deyə bilərik. Yəni, burada yetişən gənclər gələcəyin impulsiv rəngidir, impulsiv orqanıdır və biz bugün də yetişdiririksə, sabah biz onun cavabını alırıq. Və siz mütəmadi şəkildə tələbələrlə ünsiyyətdə olursunuz və necə düşünürsünüz? Gələcəyin tələbəsi, gələcəyin gənci bugün necə formalaşır? Mən ilk öncə belə bir məsələni qeyd edeyim. Siz düz vurğuladınız. Biz tələbələr hazırlayanda universitetlər yalnız bilik verməklə məşğul olmalı deyilik. Əslində biz şəxsiyyət formalaşdırmalıyıq və ona görə Türk alimlərinin, Alman alimlərinin, psixoloqlarının belə bir fikri var ki, ümumiyyətlə, hər bir insan övladı ən çox yanlışlıqları müəyyən bir yaş periodunda eləyir. Bu yaş periodu 13-25 yaş arasıdır. Hətta bəzi ölkə alimləri də qeyd edirlər ki, həmin 25 yaşına kimi ailə qurmaq məsləhət görülmür, çünki yanlışlıqlar baş verir insan həyatında. Ona görə də müəllimin, universitetin birinci vəzifəsi ondan ibarətdir ki, bu tələbələr də həm istər bakalavr təhsil səviyyəsində, istər magistratura təhsil səviyyəsində təhsil alan tələbələrin yaş dövrü həmin yaş dövrünə düşür. Ona görə çılğınlıqlar dövrü, səhvliklər, yanlışlıqlar dövrü həmin yaşa düşür. Mənim birinci növbədə müəllimlərdən istəyim ondan ibarət oldu ki, biz tələbələri hər zaman haqlı hesab edək və çünki özümüzün də övladlarımız var, onların da həmin yaş dövründə müəyyən səhvləri olur və o səhvləri ya görməməzlikdən gəlmək lazımdır və yaxud da ki, onu ustalıqla, əsl müəllim kimi çözmək lazımdır o problemi. Məhz Mingəçevir Dövlət Universitetində ilk gəldiyimdə qapıları açıq qoydum tələbələr üçün və bugün də tələbə istər sosial şəbəkədən, istər normal halda belə deyək, rektoru ərazidə də görə bilirlər. Çünki mən onlarla yaşayıram. Açıq deyək, baxma ki, gəncəm, amma yay tətilində mən doğrudan da universiteti tələbəsiz görəndə heç ora getmək istəmirdim. Amma bugün axşam saat 11-də evə getmək istəmirəm, çünki tələbələrlənəm və tələbələr mənim üçün doğrudan da hər şey deməkdir bugün. Biz gənclikdən öyrənirik. Gənclik bizə
çox şeylər alışdırır, çox şeyləri öyrədir və gənclik bizə gələcəyin nəfəsini, gələcəyin nəbzini öyrədir. Və həm də bildiyim qədərilə siz universitetlər arası mübadilələr aparırsınız və bu da çox gözəl haldır. Həm də regional universitetlərin öz əyalət region mühitini mübadilə olaraq təqdim eləmək bir-birləri ilə bu təqdirə layiq bir addımdır və bu mənada sizin tərəf müqabiliniz, sizin müəllim yoldaşınız və hər birimizin sevilmimiz dəyərli bir xanımdan, Ziyalı xanımdan, biz dəyərli professorumuzdan sizin haqqınızda fikirləri eşitmək istədik. Çünki biz burada həm də cəmiyyətin nəbzini təqdim edirik və həm də cəmiyyətin insana, insanlığa, məsləyə, məsləkdə olan bütün məqamlara aydınlığını onların dilindən eşitmək istəyirik. Əgər bu insanlar öz sözünü demiş mövqe insanlarıdırsa və əgər bu insanlar da öz sözünü, xoş niyyətlərini bildirirsə, nə mutlu bizə deyə bilərik, nə xoş bizə. Bu mənada indi hörmətli Anar müəllim, bizim dəyərlimiz, sevimlimiz, gözəl xanımımız, professor, filologiya elmləri doktoru Mahirə xanım Nağıqızıdan sizin haqqınızda fikir aldıq. Fikirləşdik ki, görəsən Mahirə xanım hər zaman insansevərliyi ilə, kövrək ruhu ilə, öz tələbələrlə, müəllimlərlə ünsiyyətində xüsusi seçilən dəyərli bir xanım olaraq nə fikirlər söyləyəcək? O da sağ olsun, xahişimizi geri qaytarmadı və sizin haqqınızda fikirlərini söylədi. Hesab edirəm ki, bax bu məqamda biz Mahirə xanımı dinləyək. Çox sağ olsun. Bir məsələyə qeyd edeyim ki, Mahirə xanımla mənim tanışdığım təsadüfi olub. Bəxtiyar Vahabzadənin Şəkidə yubiley mərasimində mən Mahirə xanıma böyük bir insan izdihamının sevgisini gördüm. İnanın mənə, bəlkə yüzlərlə insan ona səmimi, özü filoloqlar əksəriyyəti bilirsiniz, o məktəbini keçiblər. Mahirə xanım hamımız üçün dəyərli bir pedaqoqdur. Mən üçün də xoşdur ki, bugün o nə isə fikir söyləyibsə, doğrudan o türklər demişkən, nə mutlu mənə. Nə xoş bizə. Biz indi Mahirə xanımın fikirlərini eşidək. Mingəçevir Dövlət Universitetinin idarə edilməsi və yeni yaranmış universitetlər sırasında adının öndə getməsi, önə çıxması üçün əlindən gələni əsirgəməyən Anar müəllimin lap yaxınlarda təşkil etdiyi bir konfransında oldu. Konfrans dil, təhsil və tədqiqat məsələlərinə həsr olunmuşdu. Mən əminəm ki, o cür problem olaraq, bu gün də problem olaraq qalan bəzi məsələlərə işıq salmaq, dəyərli elmi nəticələr əldə etmək və bütün Respublikanın hər tərəfindən eyni ilə digər ölkələrdən də həmin konfransa alimləri cəlb etmək və təbii ki, onların çıxış etdiyi məqalələrin elmi nəticələrinin qiymətləndirilməsi ilə bağlı Anar müəllimin çox gözəl fikirləri var idi və təbii ki, onu əməli surətdə yerinə yetirirdi. Anar müəllim haqqında danışarkən mütləq onun gözəl idarə edici, gözəl, bacarıqlı rektor olmağından da danışmaq lazımdır. Anar müəllimin bütün işləri ən yüksək, ən ali səviyyədədir və mən qürur duyuram Anar müəllimə. Anar müəllim, Mahirə xanımın dediyiniz kimi görüşündəki sizin onun haqqında müşahidələriniz artıq bugün sizə olan bir reflektor cavabdır, münasibət cavabıdır. Təşəkkür edirəm Mahirə xanıma fikirləri üçün. Doğrudan da müəllim kimi bugün ondan bu qiyməti almaq mənim üçün böyük bir şərəfdir. Təşəkkür edirəm ki, sizə də Mahirə xanımın vaxt tapıb bilgilərini ala bilmişsiniz. Təşəkkür edirəm. Mənə elə gəlir ki, həyatda əslində bu mənim düşüncəm deyil, amma həyatda elə məqamlar var ki, onlar heç biri təsadüfi deyil. Qarşılaşma, təsadüfi
toqquşma, ki bunu filmlərdə daha çox göstərirlər. Amma bu belə təsadüfi deyil. Məncə sizinlə Mahirə xanımı bir-birinə birləşdirən bir ailə sevgi var, bir ailə dəyər var. Bəli. Bu dəyər ana sevgisidir. Bu dəyər anaya olan müstəsna bir dəyərdir ki, sizin də bildiyim qədərilə xatirə adı sizin üçün çox əziz bir addır və bu iki dəyərli insanda bu adı daşımaq, iki dəyərli insanın fonunda həm gələcəyə, həm geriyə baxıb xatirə ilə xatirələrə dalmaq zövqü də var bu dünyada sizin üçün. Ümumiyyətlə, mənim əgər bugün rektor kimi fəaliyyət göstərirəmsə, onun ən böyük payı mənim anama düşür, əziyyətlə bağlı. Çünki orta məktəbdən tutmuş, universitet təhsilimdə, magistratura təhsilimdə mənim anam çox mənə dəstək verib. Bugün onun hissləri danışmaq mümkünsüzdür. Ümumiyyətlə, mən həmişə çıxışlarımda belə bir fikir söyləyirəm tələbələrə ki, hər bir övladın yetişməsində atadan çox ananın daha rolu var. Xüsusilə təhsil prosesində. Yəni, bugün rəsmi statistikaya getsək, bütün alimlərin %90-ı deyir ki, övladın təhsil almasında, yetişməsində 80% rol anadadır. Ananın payına düşür. Ata yalnız strateji mövqe daşıyır, onun şəxsiyyət kimi formalaşmasında. Amma təhsillə bağlı, doğrudan da ən yaxşı kitabları mənə hər zaman səfərində anam alardı. Təhsillə bağlı ümumiyyətlə nə var idisə, həmişə mənim anam onu geri çevirməzdi və doğrudan da Türkiyədə təhsil alan bir müddətdə böyük bir yazıçımız Bəkir Çobanzadənin Nərdə annem deyə bir şeiri var idi. Bu şeiri mən konferansda da bildirdim. O mənə çox pis təsir elədi. Anamı xatırlatdı. Çünki hər zaman müəllimlərimiz də bizə orada deyərdi ki, sıxıntılarınızı, ağrılarınızı heç vaxt valideyninizə deməyin. Onlar çünki çox məsafədədirlər sizə, onsuz da dəstək olma bilməyəcəklər. Nə sıxıntınız varsa, müəllimlər deyirdi ki, bizə deyin. Bax, bu cür müəllimin belə deyək də, diqqəti olub bizə. Mən bir məqamı da sizə qeyd etmək istəyirəm ki... Mən, Anar müəllim, bizə işarə edirlər ki, reklamların zamanıdır və biz çox gözəl bir məqama toxunmuşuq. Biz bunu mütləq bu barədə davam edəcəyik, amma həssas və kövrək notların, belə bir gözəl ahəngin ağuşunda biz nə edə bilərik? Ancaq boğazımızı yaşlaya bilərik. Mən sizə bu çaydan içməyi rica eləyirəm. Ümid eləyirəm ki, bu çay bizim ağız dadımızı da, ruhumuzu da gözəl mənada dəyişir. Bu bizim tərəfdaşımızdır, Hacı Seylon çaylarıdır və Hacı Seylon çaylarının sponsorluğu ilə sizinlə bərabərik əzizlərimiz. Qısa aradan sonra buradayıq. Anar Eminov Mingəçevir Dövlət Universitetinin rektoru Xəzərin sahilindədir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Bəli, biz Xəzərin sahilindəyik. Biz Xəzərin sahilində bir insan ruhunun, bir müəllim düşüncələrinin, bir müəllim ideologiyasının, bir təhsil ocağının ruhunu bura dəvət etmişik. Bizim Xəzərin sahilinin qonağı Kür sahilinin ruhunu bizə gətirmiş Anar müəllim Eminovdur. Mingəçevir Dövlət Universitetinin rektorudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur və dosent olaraq bugün həm də bir insan, həm də bir yaradıcı insan, həm də bir ruh adamı kimi bizimlədir. Mən onun səsində, mən onun gözlərindəki o kövrək titrəyişin şahidi oldum, bu məni təsirləndirdi. Anar müəllim, biz qaldığımız yerdən davam edək Bəkir Çobanzadədən. Deyilənə görə Bəkir Çobanzadə
uşaq vaxtı çox istedadlıymış və o hər zaman dərs danışanda düyməsini oynadarmış və günlərin bir günü o imtahan vaxtı imtahanda dərs deyə bilmir. Dərsə cavab verə bilmir. Və bu bütün müəllimlərin təəccübünə səbəb olur ki, yəni Bəkir Çobanzadə necə ola bilər ki, dərsi danışa bilmir? Və məlum olur ki, həmin vaxt Bəkir Çobanzadənin o düyməsi sınmış olur və o düyməni oynada bilmədiyi üçün dərs danışa bilmir. Bilirsiniz, həyat da belədir, Anar bəy. Həyatda da bizi bir nöqtədən digər nöqtəyə aparacaq, ona biz ilham pərisi də deyə bilərik, ona biz güvənc yeri də deyə bilərik, biz ona hər bir şey deyə bilərik. Və mən hiss etdim ki, bu bayaq dediyim kimi heç bir şey bir-biri ilə təsadüfi görüşmür. Ana sevgisi, Bəkir Çobanzadə ruhu və bütün bunların hər biri bir insanın formalaşmasına zəmin yaradan səbəbdir. Heç bir kəs, heç bir zaman, heç nədən kamil olmur. O dalğaları daşa vurmalıdır, onun üzərinə günəş doğmalıdır, bəzən buludlar onun ruhunu sıxmalıdır ki, o insan onu bilsin. Və bir ana sevgisi və bir Bəkir Çobanzadə ruhu və onda o kövrəkliyi tapmaq. Yəni bilirsiniz, siz də tələbələrlə ünsiyyətdə olursunuz və tələbələr də anasından ayrı düşür, gəlir sizin qoynunuza sığınır və çox tələbələr yəqin ki deyir, nələr çəkdim, nələr gördüm, annem, nərdəsən bilsən? Göz yaşımı kimlər silsin, annem nərdədir bilsən? Yad ellərdə pərişanım, tükəndi sabr amanım, gözüm yaşı dökməz qanım, annem nərdədir bilsən? Qurbət eldə kimin vardır? Bütün dünya mənə dardır, baharım, kuşlarım vardır, annem nərdədir bilsən? Bilirsiniz, bəzən biz gənclərlə ünsiyyətdə olanda, bəzən biz onların həmən vaxt hansı əhvalda olduğunu bilmirik. Amma biz ondan çox şey tələb edirik. Halbuki bir insanın kiçik bir detalla ucalması və bir insanın kiçik bir detalla əksinə düşməsi mümkündür. Və sizə orada annem nərdədir deyə biləcək və annem bugün mənim üçün nə deyir deyə biləcək məqam. Hansı məqamda hal-hazırki məqamınız? Bilirsiniz, o şeiri Bəkir Çobanzadə İstanbulda Qalatasaray liseyində oxuyarkən anasına həsr edib o şeiri, anasına həsrətindən yazdığı bir şeydir. Ondan başqa bir şeir də anasına yazmışdı. İndi hal-hazırda onu xatırlamıram, amma məsələ belədir. Mənim tələbələrimlə olanda yalnız bir səbəb tələbəni məndən ayıra bilər. O tələbənin öz anasına və atasına qarşı olan diqqətsizliyi. Mən hər zaman tələbələrin arasında olanda ilk sevinç xəbərini də ananıza deyin deyə deyirəm. Çünki doğrudan da valideyn öz yetişdirdiyi övladın uğurunu görmək onun üçün ən böyük xoşbəxtlikdir. Bax, ilk öncə dedim sizə, ilk dəfə 10 tələbəni biz İstanbula və Türkiyənin digər şəhərlərinə yola salarkən onların valideynlərlə görüşdüm mən. İnanın, o anaların gözündə o qədər sevinç hissi var idi ki, yadıma öz anam düşdü və onları yola salandan sonra bir 10 dəqiqə mən özümə gələ bilmədim ki, o hissləri mənim anam da yaşayır. Onlarla fəxr edilən hallarını da gördüm mən. Bu mənə həyatda ən böyük, belə deyək də, verilən mükafatdır, inanın. Anar müəllim, bax elə bu məqamda biz sizin universitetin tələbələrindən bir fikir almışıq və istərdim ki, bax o tələbələrin özləri, indiki gənclərə heç nəyi biz müdaxilə edə bilmərik. Gənclərin özünün öz fikri özündədir. Ona görə o gənclərin fikirlərini istərdim ki, bax bu dəqiqə biz eşidək, siz də, mən də o cümlədən və bu bir impulsiv cavabdır, bilirsiniz. Bu bizim
gəldiyimiz bəlli bir yolda, mən də pedaqoq kimi fəaliyyət göstərirəm universitetdə və o tələbələrin gözündən aldığım enerji gün boyu bütün yorğunluğumu götürür və ona görə indiki bir daha söyləyirəm ki, gənclərə biz heç nəyi təlqin edə bilmirik. Onlar özləri bilir necə demək lazımdır nəyi və bu məqamda, bu ali kürsüdə əyləşdiyiniz an sizin ən gözəl qiymətiniz elə o tələbələrin qiyməti olar. Baxaq. Rektorumuzun bizə göstərdiyi dəstək sayəsində biz sadəcə universitetin tələbəsi kimi deyil, eyni zamanda özümüzü universitetin dəyərli bir parçası kimi hiss edirik. Belə bir rəhbərimizin, belə bir rektorumuzun olmağı bizim üçün böyük bir şansdır. Anar müəllimdə ən sevdiyim xüsusiyyətlərdən biri isə müəyyən vaxt aralıqlarında tələbələrlə həmsöhbət olmasıdır. Bu söhbətlərdə o öz dünya görüşü və biliklərini bizimlə bölüşür, humoristik söhbətlərlə eynimizi açır, dərdlərimizi dinləyərək çarə olmağa çalışır, sevincimizə, uğurumuza öz övladıymış kimi şərik olur. Bir universiteti böyük edən yalnız binalar deyil, ona dəyər qatan insanlardır. Mingəçevir Dövlət Universitetinin inkişafı, tələbələrə göstərilən diqqət və yenilikçi yanaşmalar ilə Anar Eminov bizlərin xatirində xoş izlər buraxır. Universitetdə yaradıcılığımı bir özə verməyə başladığım ilk gündən qarşımda rəsmi bir rəhbər deyil, bizə bir dost, doğma bir dayı kimi yaxınlaşan qayğıkeş bir insan gördüm. Bəlkə də alınmaz dediyim, tərəddüd etdiyim anlarda sizin o səmimi təbəssümünüz, o bizə olan inamınız ən böyük motivasiya oldu və siz bizə sadəcə təhsil vermədiniz, həm də öz qanadlarımıza inanmağı öyrətdiniz. Cənab rektor Anar Eminov universitetimizin rəhbərlik etdiyi dövrdən universitet mənə sadəcə bilik və təhsil yox, həmçinin böyük təcrübələr qazandırdı. Keçirilən böyük layihələrdə və elmi konferanslarda iştirak etmək, həmçinin onların təşkilatçılığında bir əməyimin olduğunu görmək məni həqiqətən qürurlandırır. Mən düşünmürəm ki, hər tələbəyə öz rektoru ilə birlikdə bu cür böyük tədbirlərdə, beynəlxalq konferanslarda çiyin-çiyinə çalışmaq qismət olsun. Belə, Anar müəllim, bu uşaqların, bu tələbələrin, bax bu gözəl enerjisini, bu gözəl fikirlərini eşitmək, duymaq nə qədər xoşdur? Əlbəttə, mən deyərdim, region gəncləri doğrudan da bir il ərzində bu fikirləri deyirlərsə, bu mənim, belə deyək də, fəaliyyətimə verilən ən böyük qiymətdir. Bilirsiniz, uşaqları danışdıranda və ümumiyyətlə insanı, gəlin belə götürək. Hər zaman insanlar xatirələrindən danışanda ən çox bəyəfəndilər əskərlik vaxtlarından danışırlar, bir də tələbəlik dövrlərindən danışırlar. Ondan sonra bəlkə ən gözəl taamı yemiş olurlar, amma tələbə vaxtı yediyi yeməyin dadını heç bir zaman unutmur. Orada olan xatirələri heç bir zaman unutmur. O müəllimin ona etdiyi yaxşılığı və yaxud da ki, tam əksi də ola bilir, təəssüf ki, onları heç bir zaman unutmur. Və bu ən gözəl dəyərdir. Mən sizə deyim, çox maraqlı bir fakt olub. Deməli, o 10 nəfəri yola salanda əslində 11 nəfər qəbul olmuşdu. Tələbələrimizdən biri oğlan, hündür boylu, 1.80 boyunda bir oğlan da qəbul olmuşdu. Onun valideyni icazə vermədi tələbənin təhsil almasına Türkiyədə və mən dedim ki, mən valideynlə özüm görüşməliyəm ki, mən onun vəziyyəti başa salım ki, bu onun övladı üçün çox xeyirlidir, istər təhsili üçün, istər dünya görüşünün formalaşması üçün, istər şəxsiyyətin ümumiyyətlə formalaşması üçün çox önəmli bir məsələdir bu mübadilə proqramında iştirak etmək. Mən ona gələndə ana mənim qabağımda ağladı. Dedi, onu məndən götürməyin, çünki mən özüm ona yedizdirirəm yeməyi. Mən ona icazə verə bilmərəm ki, o getsin. Ya məni də göndərin, ya da o tək getməsin. Doğrudan da yararlana bilmədi, amma mən ananı da başa düşdüm. Çünki yeganə övladı idi, onun başqa övladı yox idi və o çox çətinliklə böyütmüşdü həmin övladı. Və mən sizə qeyd edeyim, bəlkə region tələbələrinin təhsilə daha girişimci yanaşması, daha inamlı addımlarla yanaşması Bakı universitetlərindən çox-çox üstündür. Çünki həm mən Bakı universitetlərində çalışmışam, həm region universitetində bugün çalışıram və bildirmək istəyirəm ki, əsas inam regionadır. Çünki Mingəçevir özü də Sumqayıtla
belə deyək də, eyni sənaye şəhəridir, gənc şəhəridir. Biri 48-ci ildə yaranır, biri 49-cu ildə yaranır. Demək olar ki, eyni ildən eyni yaş yaşayır bu şəhərlər. Ona görə mənim üçün elə bir ikinci şəhərimdəyəm. Həm də çox maraqlıdır. Mən Mingəçevirə gedəndən sonra bildim. Mingəçevirin milli qəhrəmanlarından biri, Cənab Prezidentin son milli qəhrəman statusu vermiş Natiq Qasımovla bağlı. O da 2 yanvarda anadan olub və Azərbaycanın Sumqayıt şəhərinin milli qəhrəmanı Polad Həşimov da 2 yanvarda doğum gününü təsadüf eləyir. Mən gedərkən o statusu paylaşdım ki, mən çox bəxtəvər insanam ki, 2 milli qəhrəmanı şəhəri və mən eyni yerdən gəlmişəm və bugün fəaliyyətimi göstərirəm. Ona görə mənim üçün çox fərqli bir yanaşmadır bu yanaşma. Mən çox istəyirəm ki, Mingəçevir bu günləri dünya miqyasına gedəcək bir universitet simvoluna çevrilsin. Əslində, mən gələn sizi dəvət eləyəcəm. Çox ehtimal gələn il Mingəçevir Dövlət Universitetinin yeni korpusunun artıq yekunlaşmaq üzrədir və yeni korpus artıq çox yüksək standartlarla Cənab Prezidentin sərəncamı ilə ayırdığı vəsaitlə ora tikilir və yüksək səviyyədə mən sizə deyim və ilk dəfə bu ildə Mingəçevir Dövlət Universiteti beynəlxalq reytinqlərə çıxmaq üçün müraciətlər ediblər. Olumlu nəticələr gözləyirəm. Həm Mingəçevir Dövlət Universitetinin tələbələrindən, həm professor müəllim heyətindən. Doğrudan da oranın çox çalışqan professor müəllim heyəti var. Hamısı rektorun yanındadır. Yəni dəstək vermək istəyirlər, inamlıdırlar və bu bir rektorun uğuru deyil. İnandırım sizi. Mən hər bir valideyn belə, biz də görürsünüz ki, sosial şəbəkədən yazır mənə ki, çətinliklər nədir, sevincləri nədir. Mən hesab edirəm ki, həm tələbələr, həm valideynlər, həm müəllimlər birgə bizə dəstək verirlər. Ona görə də uğurlu nəticələrə nail olacağımıza əminəm. Biz buna birmənalı şəkildə əminik və Anar müəllim, biz danışırıq və mən hiss edirəm ki, zəncirvari o qədər bir-birinə bağlı məqamlar var ki və bayaq dedim, yenə də təkrarçılıq olmasın, amma heç nə təsadüfi deyil bu sizin dediyiniz o təqvim üst-üstə düşmələri və s. Məmnuniyyətlə hər zaman bərabər müəyyən məsələləri qeyd edərik və sizin universitetin müəllim heyətindən çox dəyərli, çox gözəl bir xanımdan da biz fikir aldıq. Çünki bir insanın şəxsiyyətini, bir insanın fəaliyyətini, bir insanın varlığını tədqiq etmək üçün biz bəndlərə bölürük onun fəaliyyətini, şəxsiyyətini, yaradıcılığını və s. Bu mənada bizim dəyərli bir xanım, sizin də əməkdaşınız, sizin haqqınızda fikir bildirib, amma qısa bir aramız var. Aradan sonra bizim bu gözəl söhbətimiz davam eləyəcək. Boğazınızı yaşlayın. Çayımızın dadı xoşunuza gəldi mi? Çox mükəmməl, çox mükəmməldir. Bax, bu da sizə iqtisadçı olaraq deyim ki, Azərbaycan iqtisadiyyatı, Azərbaycanın bütün mənalarda inkişaf etmiş sahələri var ki, bax, bu da Azərbaycan adına fəaliyyət göstərir. Hacı Seylan çaylarıdır çaylarımız, əzlərimiz və xatırladım ki, bax, bizi müşayiət edən xanım Türkan xanım Abbasovadır. Gözəl rayalda ifaları ilə bizim ruhumuzu oxşuyur. Türkan xanım Abbasova da pedaqoqdur, Anar müəllim. Onun da tələbələri, şagirdləri var və bu gözəl klassik ifaları ilə Xəzərin sahilində bizim ruhumuzu oxşuyur. Pürrəngi Azərbaycan çayı, pürrəngi çayla gözəl musiqi tandemində bir ziyalı ruhundayıq. Bugün Xəzərimiz xoşbəxtdir. Onun adından danışdıq, çünki əminik biz də xoşbəxtik. Yəqin ki. Çünki 3 müəllim bir aradadır. Bəli. Qısa aradan sonra buradayıq, biz 4-cü müəllimin fikrini eşidəcəyik. Biz hər birimiz sevdiklərimizi, əzizlərimizi görüşə çağıranda
onları çay süfrəsinə dəvət edirik. Çünki bilirik ki, çay bizim əhval-ruhiyyəmizə çox gözəl təsir edir. Bəzi problemlərin həllində də çay öz sözünü deyir. Hətta xəstəliklərin də müalicəsində yardımçıdır. Çünki çayın tərkibində 300-dən çox kimyəvi birləşmələr var ki, bu da insan orqanizminə çox faydalıdır. Amma keyfiyyətli çayı seçib almaq lazımdır. Keyfiyyətli çay dedikdə biz Hacı Seylon çaylarını seçirik və artıq illərdir onun dadına baxırıq və qonaqlarımız da bu çayları çox bəyənir. Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu Hacı Seylon çaylarında var. Siz də Hacı Seylon çaylarını seçib alıb içmək istəsəniz, bunun üçün şəhərimizdə fəaliyyət göstərən Taygastor supermarketlərinə və şəhərimizdə fəaliyyət göstərən bir sıra marketlərə müraciət edə bilərsiniz. Gedirsiniz ora və orada müxtəlif növ çay nümunələrini görürsünüz. Yaşıl qablaşmada, ağ qablaşmada, qırmızı qablaşmada olan bütün çay növlərinin hər birinin özünə məxsus xüsusiyyəti var. İri yarpaqlıdır, xırda yarpaqlıdır, ətirlidir, ətirsizdir və paket çaylarıdır. Və bütün bu barədə daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Biz Hacı Seylon çaylarını seçirik, alırıq, içirik və bizim üçün imtina edilməyəcək təklifdir. Ümid edirəm ki, bu sizin üçün də belə olacaq. Ağzınızın dadı gözəl olsun, süfrəniz isə bol, bərəkətli olsun. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Yenə biz bərabərik. Bu gözəl ifanın ahəngində Xəzərin sahilindəyik. Türkan xanım Abbasovadır. Bax, bu gözəl rayal arxasında öz ifası ilə bizim ruhumuzu yeniləndirən. Və bugün Anar Eminov, pedaqoq, iqtisadiyyat üzrə fəlsəfə doktoru və doçent, Mingəçevir Dövlət Universitetinin rektoru bugün Xəzərin sahilində bizimlə həmsöhbət və çayımız da Hacı Seylon çaylarıdır yeri gəlmişkən. Anar müəllim, 4-cü müəllim qaldığımız yerdən davam edirik. Nüşabə xanım qədimlidir. Nüşabə xanımın fəaliyyətini, onun şəxsiyyətini, onun çox şaxəli funksionallığının şahidiyəm. Və nə gözəl ki, nə mutlu ki, bax belə bir gündə onun da fikirləri var. Zamanımız daralır, artıq mənə işarə edirlər ki, yekunlaşdırmaq lazımdır. Amma o qədər sizə verəcəyim suallar var idi. Fəaliyyətinizlə bağlı, innovativ yeniliklərlə bağlı, xarici ölkələrdəki Türkiyədə aldığınız təhsilin burada onu yenidən siz də özünüzün tətbiqinizlə bağlı, su sənayesində etdiyiniz uğurlarla bağlı fikirlərimiz çoxdur, suallarımız çoxdur, amma zaman çərçivəsinə sığdırmalıyıq. Nüşabə xanım qədimliyini dinləyək, sizin pedaqoq müəlliminiz və bir müəllimin də deyirlər ki, rəhbər insan rəhbərlik edən deyil, ilham verəndir. Əgər o ilham verəcəksə, artıq bu yerdə iş... Nüşabə xanım 3 rektorla işləyib. Ona görə bütün rektorların müsbət və mənfi tərəflərini çox gözəl bilir. Yəqin ki, mənfi tərəflərimi də bilir. Görək nə deyir. Görək Nüşabə xanım sizi necə qiymətləndirəcək. Beləliklə, baxaq Nüşabə xanımın fikirlərinə. Anar müəllim çox etibarlı dostdur. Səmimi adamdır. Bütün bunlarla yanaşı çox da sadə, təvazökar, mehriban, hətta sizə deyim ki, əli və ürəyi açıq, gözəl bir yoldaşdır. Yaxşı yol yoldaşıdır Anar müəllim. Gənclərin dostu, tələbələrin sevimlisidir Anar müəllim. Vətənpərvərdir. Ölkəmizin təhsili, sənayesi, iqtisadiyyatı və digər bütün sahələrin inkişafı üçün daim düşünür, faydalı yollar axtarır. Bilavasitə özü səmərəli layihələrlə müraciət edir, təkliflər verir. Mən Anar müəllimə bu şərəfli, bu çətin yolunda böyük uğurlar arzulayıram, nailiyyətlər arzulayıram və müvəffəqiyyətlər arzulayıram. Təşəkkür edirəm. Yeri gəlmişkən necəsiz? Şükür, indi yaxşıyam. Gələndə həyəcanlıydı. Necə hiss edirsiniz indi özünüzü? Əla.
Bizə verəcəyiniz sual, bizə verəcəyiniz ümumiyyətlə baxın, elə yeri gəlmişkən biz həm də həmkarıq, çünki mən də universitetdə pedaqoq olaraq fəaliyyət göstərirəm, tələbələrlə ünsiyyət və s. həm də bir televiziya sahəsi, bir tamaşaçı kimi Azərbaycan televiziyasından nə gözləyirsiniz və jurnalist tələbələrə nə tövsiyə edərdiniz? Bir iki üç kəlmə ilə tutaq ki, sorsaq sizdən nə deyərsiniz? Mən inanın ki, ümumiyyətlə televiziya sahəsində elmi dərəcəli mütəxəssislər çox azdır. Mən elə bildiyim qədərindən sizin də elmi dərəcəniz var və doğrudan da birinci həm öz sahəmdə, həm jurnalistika sahəsində ən öndə gələn təhsilimiz üçün bu dəqiqə şəffaf mühitin olması məsələsidir və rahatlıq məsələsidir. Və bu iki şey bugün burada var və yenə də deyirəm, həm rektor olaraq mənə bu qədər sual verən olmamışdı, həm də özümü o qədər rahat hiss elədim ki, əslində gələndə o həyəcan var idi. Yəni fikir deyim, amma ortadan qaldıra bildiniz. Professionallıq görsənir. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bu qiyməti almaq çox xoşdur. Və Anar müəllim, gəlirik əsas məqama. Bax, bu enişdə, yoxuşda, həyat da bir kardioqrammadır. Sizin insan kimi impulsiv məqamlarınızı sezdim, hiss etdim. Amma bir insanın kamil, istər rəhbər, istər müəllim, fərq etməz hansı sahədə olur olsun, istər övlad, istər ata, istər həyat yoldaşı, istər dost olması üçün onun bir tək, bax bunu sual olaraq ünvanlaya bilərdim ki, onda nə olmalıdır? Amma cavab olaraq söyləyim, bir tək səbəbi olmalıdır ki, o bütün bunları kamil şəkildə yaşada bilsin. O da sədaqətdir. İnsanın xatirəsinə sədaqətli qalmaq, insanın yaşantılarına sədaqətli qalmaq, insanın həm ağrısına, həm acısına sədaqətli qalmaq, yəni xatırlayıb o acılardan çıxarış eləmək, bu çox vacibdir. Və xatirə imzası, xatirə adı sizin üçün çox həssas məqamdır. Həm də sizlə danışanda hiss edirəm ki, özünüz də xatirələrə bağlı bir insansınız və xatirələrin fonunda xatirələr də yaşamaq. Bax, mən ümumiyyətlə daima o xatirə adını özümdə saxlamaq üçün, yaddaşımda qalması üçün öz övladıma belə anamın adını vermişəm. Və bəlkə də mən o xatirənin heç zaman mən nə qədər həyatda sağam bitməsini istəmirəm. Və mən həmişə də Allaha onu dua eləmişəm ki, Allahım, mən nə verirsən ver, bu həyatda anam sağ olaykən ver. Yəni, tək ki, o hər şeyi görə bilsin. Ona görə, bax, sözün bitdiyi an burada deyirlər. Rektor da olsaq, müəllim də olsaq, şirkət rəhbəri də olsaq, biz anamızın övladıyıq, bir şeyi unutmamalıyıq. Buradan ananıza deyə biləcəyiniz, buradan ananıza çatdıra biləcəyiniz hansı söz var? O sözə ehtiyac yoxdur. O artıq bu lentə baxanda, çəkilişə baxanda hesab edirəm ki, mənim nə demək istədiyimi rahatlıqla o başa düşür. O bilir ki, o hər şeydir mənim üçün. Bax, belə. Ana sizə dostdur, deyilmi? Hər bir mənada, bu təkcə mənimlə bağlı deyil. Yəni, hər bir övlad bu cürdə böyüməlidir. Mən belə hesab edirəm. Çünki bunu mənə Türkiyədə də təhsil alanda belə təhsil veriblər. Onlar, bayaq qeyd etdim, acılarımın anana deyilməməsini öyrədiblər. Anana qarşı diqqətli olmasını qeyd ediblər. Hər bir anda. Hətta elə bir vaxt olub ki, açıq deyək, mən evə qayıtmağa vəsait yox idi, yəni pulum qutarmışdı. Müəllimim mənə dəstək verdi və anama da hədiyyə aldı ki, bunu anana ver, əl boş getmə. Bax, belə bir hallar da olub. Yəni, ona görə... Biz də bugün sizə bir hədiyyə vermək istəyirik. Ümid edirəm ki, bizim bu kiçicik hədiyyəmizi qəbul edəcəksiniz. Anar müəllim, baxın, bu
sizə Çox sağ olun. bir hədiyyədir. Çox gözəl Bu alınıb. Xəyalə xanımın əl işidir çox və sağ olun. əziz tamaşaçılarımız, bu Anar müəllimin anası Xatirə xanımdır. Bu isə qızı Xatirə xanımdır. Və bu əl işi Xəyalə xanımın əl işidir. Xəyalə xanıma uğurlar Təşəkkür diləyirik. edirəm mən. Bu sizə bir hədiyyədir. Minnətdaram. Bugün biz sizlə tanış olduq. Bugün biz sizin ruhunuza, fəaliyyətinizə, bütün şəxsiyyətinizə bir ekskursiya etdik və düşünürəm ki, bugündən xatirə olaraq bu xatirə şəkil sizə qalsın. Minnətdaram sizə. Təşəkkür Sağ edirəm. olun. Sizə və kollektivinizə. Və Anar müəllim, bizim sizə daha bir hədiyyəmiz də var. Bax, veriliş boyu içdiyiniz, dadına baxdığınız bu möhtəşəm çay, möhtəşəm deyirik çünki valla bunu içən bütün tamaşaçılarımız hamısı bəyənirlər. Bax, bu Hacı Seylon çaylarıdır. Anar müəllim, burada yaşıl çay, qara çay, iri yarpaqlı, xırda yarpaqlı bütün növlər var. Və bu bizim tərəfdaşımız olaraq hər zaman bizimlədir ki, biz də istərdik ki, bizim ağız dadımız həm də sizin ağız dadınıza uyğun olsun. Artıq yekunlaşdı bizə verilən zaman. İnşallah görüşmək ümidi ilə hələlik söyləyəcəyik sizə. Kürün sahilində. Bu dəfə Kürün sahilində. Növbəti dəfə Kürün sahilinə gedəcəyik. Beləliklə, əzizlərimiz, əziz tamaşaçılarımız, hər zaman söylədiyimiz, hər zaman dediyimiz, hər zaman gördüyümüz və hər zaman bir daha əmin olduğumuz bir hisslə sizinləyik. Bu sevgi hissidir. Həyata sevgi, dosta sevgi, məsləyə sevgi, dünyaya sevgi, Xəzərə sevgi, sizə sevgi və sizin də bizə yönləndirdiyiniz sevgi. Hər birinizə bol sevgilər diləyilə sizinlə sağollaşırıq və bu gözəl ortamı öz musiqi ahəngi ilə cilvələndirən dəyərli bir xanım bizimlə oldu. Türkan xanım Abbasova. Türkan xanım Abbasova da pedaqoq kimi çox sayılı şagirdlər yetişdirir və Xəzərin sahilində bugün sizinlə oldu. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.